müsəlman bazarından alınmış ət, piy və yaxud dəri olsun. Bunlar hər üçü də pakdır. Sual yarana bilər ki, müsəlman bazarı hardan bilək ki, o bazar müsəlman bazarıdır? O bazara deyərlər ki, müsəlmanların əksəriyyətini təşkil eləmiş olsun. Yəni, bazarın əksəriyyəti müsəlmanlardır. O bazara deyərlər müsəlman bazarı. Və həmin o bazarda artıq biz axtarış aparmağa ehtiyacımız yoxdur. Bir ət aldığımız, demək, piy olsun və yaxud dəri olsun. Axtarış aparmağa ehtiyac yoxdur. Lakin, burada bir nüans var ki, onu diqqətinizə çatdıraq. Elə müsəlman var ki, həmin o aldığı ət, dəri və yaxud piy olsun. Onu ki, gətirir bazarda satır, o kafirdən alıbdır bunları. Yəni, əti, məsəl üçün, kafirdən alıbdır, müsəlman olsa da. Yəni, təhqiq eləməyib də, alıbdır, baxmayıbdır bu məsələyə və gətirir onu müsəlman bazarında satır. Bu zaman bizdən bundan xəbərimiz olsa, o ət və piyin yeyilməsi haramdır.